Martın 22'sinde Bakıda ve Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 6-9, gündüz 11-16 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu olacaq. Naxçıvanda sabah gün ərzində bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Temperatur 7-11 dərəcə isti gözlənilir. Sabah bəzi rayonlarda arabir yağış yağacaq, qısa müddətli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Dağlıq rayonlara qar yağacağı bildirilir, duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 6-10, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz isə 5-10 dərəcə isti olacaq.